Azərbaycanda ixtisasların yeni təsnifatı yaradılıb. Bəzi ixtisaslar üzrə tədris müddəti azaldıla bilər. Bunu Xəzər xəbərə açıqlamasında Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli deyib. Bununla bağlı müxtəlif hesablamalar aparılır. Bilirsiniz, bu sadəcə söhbət müddətin qısalmasından getmir. Eyni zamanda, məsələn, təhsil periodunun dövrünün daha tez olmasından söhbət gedir. Burada kifayət qədər ciddi şəkildə dərs yüklərinin, ondan sonra təhsil haqlarının və s. məsələlər, maliyyə məsələləri və s. müzakirə olunur. Yəni, çox ciddi bir, kifayət qədər ciddi islahat paketidir. Amma bu islahat paketi yalnız hal-hazırda planlama mərhələsindədir. Elm və Təhsil Nazirinin müşaviri əlavə edib ki, müddətin azaldılmasının tibbi mühəndisliyə dair ixtisaslara tətbiqi gözlənilmir. Onun sözlərinə görə bu proses icra edilərsə, qanunda dəyişiklik olmalıdır. Və burada ən vacib məsələ, xüsusilə nəzərə alınmalı məsələ ondan ibarətdir ki, hal-hazırki qanunvericiliklə bağlı burada müxtəlif yeniliklərə və dəyişikliklərə ehtiyac yaranır. Yəni, bu mütləq şəkildə hazırki qanunvericiliyə də düzəlişlər olması nəzərdə tutulmalıdır. Bunun əgər bu baş verəcəksə, bu isə belə deyək də daha geniş və qlobal geniş miqyaslı bir məsələdir. Nicat Məmmədli qeyd edib ki, dəyişiklik qəbul edilərsə, dövlət standartlarına uyğun olaraq bütün universitetlərdə tətbiq olunacaq. Fidan Əsədli, Üzeyir Ağayeva, Süleyman Soy, Xəzər xəbər.